31-ci sual 9 və 10-cu əsrlər Azərbaycanda yaranmış dövlətlərdən deyil. Baxırıq, Şirvanşahlar yaranıb, bəli. Sacilər də yaranmışdı, Şəddadilər də yaranmışdı. Amma Səlcuqlar yaranmayıb 9-10-cu əsrlərdə, çünki 1038-ci ildə yaranıb. Daha sonra Atabəylər 1136-cı ildə yaranıb, bu da aid deyil. Ona görə cavabımız olacaq A variantı 4 və 5. 32. Osmanlı dövlətinə aid deyil. Maliyyə işlərinə dəftərdarın nəzarət etməsi, bəli. İnzibati cəhətdən uluslara bölünməsi, xeyr. Bu Monqollara aiddir. Xırda dövlət məmurlarına verilən torpaqların timar adlanması, iqtidarlanma mərkəzinin İzmit olması, idarə olunan əhalinin rəiyyət adlanması, bəli, bunlar doğrudur. Uyğunluğu müəyyən edən Şəddadi hökmdarı Fəzl İbn Məhəmməd və Əblasvar Şavur. Baxırıq. Fəzl İbn Məhəmmədin dövrünə nə aiddir? Beyləqana öz ətrafında, öz dövlətində birləşdirdi, bəli, aiddir. Dəbil əmirliğini yaratmışdır, xeyr. Dəbil əmirliğini 951-ci ildə Məhəmməd İbn Şəddad yaradı, bu aid deyil. Xəzərlərə qarşı mübarizə aparmışdır, bəli. 1-ə AC. Əblasvar Şavur hərbi islahat keçirmişdir, bəli. Səlcuq dövlətinin vassallığını qəbul etmişdir 1054-cü ildə, bəli. İdarə etdiyi dövlət süquta uğramışdır, xeyr. Cavab oldu Y variantı. Daha əvvəl baş vermişdir. Baxırıq. Dövlətə xidmət müqabilində iqta torpaqlarının verilməsi, bu 9-11-ci əsrlərdir. Slavyanların Beyləqan əhalisində divan tutması, bu da 1-ci yüz zamanı, bu da 9-10-cu əsrlərə düşür. Azərbaycan xalqının tarixdə ilk dəfə Xəzər ənəzindən hücuma məruz qalması, bu 7-ci əsrdir. Kəndlərin iki qrupa, uluslara və azadlara bölünməsi, bu da 5-6-cı əsrlərə düşür. Torpaqdan istifadəyə görə üşür vergisinin alınması isə bu 7-ci əsrin sonlarına düşür. Daha əvvəl baş vermişdir. Cavab olacaq 34 D variantı. Qarşısı alınmışdır. Çünki burada franklar qalib gəlmişdir. Əgər ərəblər qalib gəlsəydi, onda Avropanın çox hissəsini ərəblər tutmuş olacaqdı və müsəlman imperiyasına çevirəcəkdi. Ona görə də cavabımız olacaq C variantı. 36-cı sual. 36-cı sualda hadisə və nəticə hansı əlaqə pozulmuşdur, bunu göstərəcəyik. 36-da baxırıq. Maltepe döyüşünün baş verməsi 1329-cu ildədir. Osmanlı qoşunun qalib gəlməsi, bəli, düzgündür. Orxan Qazi dövründə, 1329-cu ildə Orxan Qazi dövründə. Xubulay xanın hakimiyyətə gəlməsi 1264-cü il, paytaxtın Pekinə köçürülməsi, bu da doğrudur. Niqbol döyüşünün baş verməsi, bu 1396-cı ildir. Osmanlı qüvvələrinin məğlub olunması, xeyr, əksinə qalib gəlmişdi 1-ci Bəyazıtın dövründə. Ona görə də C-ni götürürük səhv kimi. Onun çay sahilində qurultayın baş verməsi, Monqol dövlətinin yaranması, bəli, 1206-cı ildə. Elxan Qazan xan Anadoludakı Səlcuqların üzərinə yürüşü, Anadolu Səlcuq sultanlığını zəifləməsi, bəli, əlaqə pozulmuşdur C variantında. Osmanlılardan fərqli olaraq Səlcuqlara aiddir. Bizans imperiyasına qarşı mübarizə aparılması, xeyr. Paytaxtın yeni şəhərə köçürülməsi, xeyr. Rəvvadilər dövlətinin asılı hala salınması. Bəli, Səlcuq 1054-cü ildə Sultan 1-ci Toğrul salmışdır rəvvadiləri asılığa. Amma Osmanlılarda isə belə bir şey olmamışdır. Ona görə cavabımız olacaq C variantı. Bizansa qarşı da Osmanlı'nın Bizans imperiyasına qarşı mübarizə olmuşdu. Səlcuqla da Bizansa qarşı olmuşdu. Bu oxşar cəhətdir. 1040-cı ildən Dənəkan, 1453-cü ildə Konstantinopolun tutulması Fatih II Mehmet tərəfindən. Paytaxtın yeni şəhər köçürülməsi, bu həm Osmanlılara aiddir. Ədirnəyə, Bursaya köçürülməsi 1329-1362-ci illərdə. Səlcuqlarda da bəli, paytaxt yeni şəhərə köçürülmüşdür. 1043-cü ildə köçürülmüşdür. 38. Xronoloji ardıcıllığı müəyyən edin. Midiyada Asur ağalığına son qoyulması. Bu eramızdan 672-ci il Kiaksarın dövrüdür. Man dövlətinin yaranması eramızdan 9-cu əsr. Kut dövlət qrupunun zəifləyərək parçalanması, bu da 3-cü minilliyin sonlarına aiddir. Və ona görə də ardıcıllığımız belə olacaq 3, 2, 1. A variantı. Daha sonra məntiqi ardıcılığı tamamlayan Saclərin hakimiyyəti geniş ərazilərə yayması, Dərbənd səddinin tikilməsi və burada nə olacaq? Təbii ki, dövlət sərhədlərinin möhkəmləndirilməsi. A-nı niyə götürmürük? Çünki
Qədim dövlətçilik ənənələrinin bərpa edilməsi Səlcuqların Azərbaycana gəlişi ilə bağlıdır. Bu, əgər bu cür olsaydı, variantlarda onu götürə bilərdik. Cavab oldu D variantı 40-da. Aşağıdakı hadisələrdən hansıların yerini dəyişiklikdə doğru xronoloji ardıcıllıq yaranacaq? Baxırıq birinciyə. Kalka döyüşünün baş verməsi 1223-cü il, Batı-xanı Kiyev ələ keçirilməsi 1240-cı il, hətta ondan sonra da Polşaya daxil olmuşdur. Kosovo döyüşü 1389-cu il, Serblərin məğlub edilməsi 1-ci Muradın dövründə, Qulikovo döyüşündə sərkərdə Mamayın məğlub edilməsi 1380-ci ildə. Neyi yerini dəyişsək burada ardıcıllıq düzəlmiş olar. Baxırıq 3 və 4-ün yerini dəyişsək. Cavab oldu Y variantı. Daha sonra verilənlərə aid olduğu hökmdar Abbasi xəlifəsi tərəfindən Hindistan sultanı kimi tanınmışdı. Xarəzmşah Cəlaləddin öz ərazisində sığınacaq vermişdir. Şərq istiqamətinin dövlətin ərazilərini genişləndirmişdir. Bu Şəmsəddin el tutmuşdur. 1211-1236-cı illərdə Qızıl Orduda hökmdarlardan biri olmuşdur və hakimiyyətdə olmuşdur bu illərdə. Cavabımız olacaq A variantı. Eyler-Verin diaqramına uyğun ifadələri müəyyən edin. Məlikşah və Sultan Səncər. Məlikşah 1072-1092-ci illərdə Səlcuqlarda hakimiyyətdə olub. Sultan Səncər də 1118-1137-ci illərdə hakimiyyətdə olmuşdur. Baxırıq. Qaraxanlılara qarşı uğurlu mübarizə aparılması bu hər ikisinə aiddir. Həm Sultan Səncərə, həm də Məlikşaha. Daha sonra Qarakitərlərin məğlub olması bu aiddir. Sultan Səncər Qarakitərlərə məğlub olmuşdur. Tacirlərin bəzi rüsumlardan azad edilməsi bu 1-ci Məlikşaha aiddir. Nizami ordunun yaranması bu da 1-ci Məlikşah dövrünə aiddir. 1-ci Xaslı yürüş tərəfəsində Suriya, Fələstin dəniz sahili ərazilərinin itirilməsi bu heç birinə aid deyil. Ona görə də cavabımız olacaq Y variantı. Olmayan fikri müəyyən edin. 1-ci ərazi Misirdir. 2-ci ərazi Anadolu, 3-cü Ərəbistan yarımadasıdır, 4-cü isə Azərbaycan, yəni Qafqazı göstərir. Baxaq, A variantı. Rəşidi xəlifələri dövründə ərəblər tərəfindən işğal edilmişdir. Bəli, işğal olunub Misir və Qafqaz, yəni 1 və 4. 7-ci əsrin 1-ci yarısında yeni dövlət yaranmışdı. Bu yaranıb Ərəbistanda Ərəb dövləti. Bəli, aiddir. 630-cu ildə Malazgirt döyüş nəticəsində bir hissəsi Səlcuqlara əlinə keçdi. Bəli, bu da Anadolunu keçmişdir. 9-cu əsrdə ərəb işğallarına qarşı üsyanlar baş vermişdir. Bu da Xürrəmlər hərəkatını göstərmək olar Babəkin başçılığı altında. Frank hökmdarı Xolodvik tərəfindən işğal edilmişdir. Xeyr, bunların heç birinə aid deyil. Çünki o, Qərbi Avropada fəaliyyət göstərmişdir. 44-cü sual. Yanlış fikri müəyyən edin. Haşimlər sülaləsi tərəfindən idarə edilirdi. Dərbənd əmirliyi, bəli. 9-cu əsrdə müstəqil əmirliyə çevrilmişdir. Tiflis müsəlman əmirliyi, doğrudur. İslamla xristianlıq arasında kəskin qarşıdurma bölgəsindən çevrilmişdir Şəki hakimliyi, bu da doğrudur. Torpaqdan istifadə müqabilində kəndlərdən alınırdı. Bəli, üşür vergisi alınırdı. Saları Azərbaycanı vahid halda birləşdirmişdir. Yusif ibn Əbusacın dövründə. Xeyr, Yusif ibn Əbusac Sacilər hökmdarı olmuşdu. Ona görə də cavabımız olacaq Y variantı. Daha sonra 731 Savalan və 2-ci Həmədan döyüşlərinə aid oxşar cəhət. Bunlar üçün oxşar cəhət nə ola bilər? Baxırıq. 731 Savalan döyüşündə ərəb Xəzərlərləndir. Hər ikisində Həmədan döyüşü isə Xürrəmlərlə ərəblər arasındadır. Hər ikisində ərəb qoşunu məğlub olmuşdur. Ona görə də cavabımız olacaq B variantı. Qızıl Ordu dövlətinə aiddir. 46-cı sual. Baxırıq. Çingiz xan tərəfindən əsası qoyulmuşdur. Xeyr, bu Monqollar olmalı idi əslində. Çingiz xan tərəfindən əsası qoyulan. Daha sonra 13-cü yüzilin sonlarında tam müstəqil idarə olmağa başlamışdır. Bəli. Feodallar içərisində bəzi imtiyazlı şəxslər Taraxanlar adlanırdı. Bəli. Daha sonra paytaxtlarından biri Qaraqorum şəhəri idi. Xeyr. Paytaxtları Saraybatı və Saraybərki olmuşdur. Vergiləri Baskak adlı məmurlar toplayırdı. Bu da
doğrudur. 2, 3, 5. Cavab A variantı. Qaraqoru Monqolların paytaxtı olmuşdur. Moğol hökmdarı Əkbər Şahın dövrünə aiddir. 47-ci sual. Səfəvi Özbək dövlətləri ilə əlaqələrin qurulması, bəli. Bütün ölkə üçün vahid qanunların verilməsi, bəli, 1, 2. Panipat döyüşündə İbrahim Lodinin məğlub edilməsi, xeyr, bu Əkbər Şaha deyil, Babur Şaha aiddir. Yeni dövlətin əsası qoyulması, bu da adiyyatına aid deyil. Cavab oldu 1, 2 və A variantı. Uyğunluq gözlənilmişdir. 48-ci suala baxırıq. Şirvanşah dövləti ilk paytaxtı olmuşdur. Bakı şəhəri, xeyr, Şirvan. Ərəb xilafəti zəifləmiş 8-ci əsrin əvvəllərində, xeyr, 9-da. Şirvanşahlar dövlətinin əsasını qoymuşdu. Kəsranilər, xeyr. Azərbaycan vahid halda birləşdirilmişdi. Neçənci əsrdə? 10-cu əsrdə. Bəli, bu düzgündür. 9-11-ci əsrdə başlıca liman şəhəri Bakı idi, Bərdə deyildi. 49. Şirvanşah Əbu Tahirin zamanında paytaxt şəhərə çevrilən ərazi hansı idi? Bu Şamaxıdır. Yəni Şamaxı da burada 2-də yerləşir. Cavabımız da olacaq B variantı. Aiddir. Eramızdan əvvəl 2-ci minillikdə hansı hadisə baş verib? Burada olacaq cavab qədim Misirdə paytaxtın yeni şəhərə köçürülməsi. Çünki 2-ci minillikdə Fə köçürülmüşdür. Cavabımız Y variantı. Sonra baxırıq. Böyük Hun dövlətinin yaranması bu 4-cü əsrdir. Hindistanda vahid dövlətin yaranması bu 1-ci minillikdir. Çində dəmir emalının başlanması 6-5-ci əsrlərə aiddir. Şumerlərin ilk dəfə iki sahəsinə köç etməsi isə bu 7-6-cı minilliklərdə Altay təqlərindən gəlib köç edirlər. Cavab oldu Y. Azərbaycanın Sasani ağalığı dövrünə aid deyil. İnsanların Gezi adlı vergi ödəməsi, bəli. Ölkə ərazisində türk tayfalarının axın etməsi, bəli. Beyləqanlı müsafirin başçılığı ilə üsyan baş verməsi, xeyr. Bu Sasanilər dövrünə yox, bu aiddir Ərəblər dövrünə. Cavabımız olur C. Verginin əsasən məhsulla alınması, vahid xalqın yaranması prosesinin sürətlənməsi, bəli. Cavab oldu C. Aid deyil. 52. Slavyanların Bizans ərazisində məskunlaşması nəticəsində Bizansda quldarlıq qaydalarının feodalizmlə əvəz olması sürətləndi, bəli. Artıq nisbətən feodalizmə doğru hərəkət edirlər və bu proses sürətlənir. 53-də Tunc dövrünə aid olmayanları seçin. Xoş əkinçiliyin yaranması, bəli, aiddir. İnsanların ilk dəfə metal tanış olması, xeyr. Bu aiddir Enolit dövrünə. Saxsı qablarının hazırlanması Neolitdir, götürmürük. 2-3. İri tayfa birliklərinin yaranması Tunc dövrüdür. Bəzi qəbillər üzərində kurqanların qurulması, bu da Tunc dövrünə aiddir. Cavab oldu 2 və 3. Böyük Karlın hakimiyyət fəaliyyətinə aid olanları seçin. Baxırıq. Roma imperiyasından sonra ilk dəfə Qərbi Avropanı birləşdirdi. Bəli, imperiya yaratmışdır. Daha sonra vilayətləri ilk dəfə kralın nümayəndələri olan qraflar idarə etməyə başladı. Xeyr. Papa tərəfindən imperator adlandırıldı. Bəli. Ərəblərlə mübarizə nəticəsində Pirene yarımadasının şimalında ərazilərə keçirdi. Bəli. Yeni dövlətin əsasını qoydu. Xeyr. Yeni dövlətin əsasını qoymamışdır. Bu ən çox qəbulda düşən səfərdən biridir. Uşaqlar səhv edirlər. Yeni dövlətin əsasını Böyük Karl qoymayıb. 55. 9 və 10-cu əsrlərdə inşa edilmiş memarlıq abidələri. Baxırıq. Bunlardan biri Əlincə qalasıdır, digərisi Şamaxıda Sündi məscididir. 1 və 4. 1, 4. Xronoloji ardıcıllığı müəyyən edin. Şəmsəddin Eldənizin Arana hakim təyin edilməsi bu 1136-cı ildir. Əbu Bəkrin Xarəzmşahları məğlub etməsi bu 1194-cü ildir. Məhəmməd Cavan Pəhləvanın paytaxtı yeni şəhər köçürməsi bu da 1175-ci ildə olmuşdur. Ona görə də bizim ardıcıllığımız belə olacaq. 1, 3 və 2. Uyğunluğu müəyyən edin. Zəmindar, ziyamət və cagir. Zəmindara aid olacaq burada Dehli Sultanlığında iqtidar sahiblərinə verilən adı idi. 1-ə B. Ziyamət aid olacaq Osmanlı dövlətində qoşun başçılarına və iri məmurlara verilirdi. 2-yə C. Cagir də aid olacaq Moğol dövlətinə aiddir və şərti torpaqlara verilən ad. 1B, 2C, 3 isə D. İndi situasiyanı oxuyaq. Təxminən 913-914-cü illərdə Ruslar, yəni Slavyanlar Abşeron sahilinə və Bakıya hücum etdilər.
Şirvanşahın böyük quru qoşunu olsa da hərbi donanması yox idi. Xəzər dənizində Şirvanın yanı ticarət gəmiləri üzürdü. Ona görə də rusların hücumu nəticəsində minlərlə müsəlman öldürüldü və suya batırıldı. Bu və bundan əvvəlki hərbi uğursuzluqlar Şirvanşah Əli ibn Hesamın nüfuzuna ağır zərbə vurdu. Qoşunun xeyli hissəsini məxfi Şirvan dövlətini zəiflətdi və Layzan vilayətini idarə edən Layzanşah titullu Əbu Təhər hökmdara qarşı çıxaraq ona və ailəsinə qətlə yetirdi. Tarixi bildiklərinizə əsasən Rusdan Azərbaycana ilk qaraçı yürüşlərinin başladığı əsri qeyd edin. Bu olacaq 9-cu əsr. Rusların mənbədə nəzərdə tutulan hücumu zamanı onlar Xəzər xaqanından aldıqları icazənin qarşılığında xaqana nəzər etdilər. Əldə olunan gəlinin yarısı Xəzər xaqanına veriləcəkdir. Bunu vəd edirlər. Mənbəyə və tarixi biliklərinizə əsasən Azərbaycanın rusların yürüşlərindən müdafiə oluna bilməməsinin 2 səbəbini qeyd edin. Bunlardan biri Xəzərdə hərbi donanmanın olmaması idi, çünki orada ticarət gəmiləri üzürdü Şirvanşahların. İkincisi, vahid dövlət yox idi. Ona görə də Slavyanlara qarşı mübarizə apara bilmirdilər.